Damarlarınızı təbii yolla təmizləmək üçün lazım olan qidalar. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. İndiki vaxtda sağlıqlı olmayan yağlarla dolu olan qidaları çox yeyirik. Bu, damarlarımızın pis xolesterinlə tıxanmasına səbəb olur. Pis xolesterin LDL və ya lövhə kimi də tanınır. Bu, infarkt və ya insult keçirmə şansı daha yüksək olan bədənimiz üçün bəzi böyük problemlərə səbəb ola bilər. Bədənimiz bu qeyri-sağlam yağları təmizləməkdə çətinlik çəkdiyi üçün biz də çox kilo alırıq. Bunu dəyişdirmək üçün sağlamlığımızı artıracaq və bədənin özünü sağaltmağa başlamasına imkan verəcək xüsusi sağlıqlı qidalar yeməyə başlamalıyıq. Biz damarlarınızı dərhal təmizləməyə başlamaq üçün istifadə edə biləcəyiniz ən sağlıqlı qidalardan bəzilərini seçdik. Bal. Pəhrizinizdə şəkəri bal ilə əvəz edə bilərsiniz. Çünki bunun xolesterol səviyyəsini nəzarətdə saxladığı sübut edilmişdir. O, həm də inanılmaz dərəcədə dadlıdır. Sarımsaq. Bu, super qidanın tərkibində xolesterolu aşağı salan və bir çox infeksiyaları sağaldan alisin adlı güclü birləşmə var. Qarpız. Bu, dadlı meyvə qan dövranını artıracaq. Bu da damarlardakı lövhəni təmizləmək üçün lazım olan şeydir. Tam təbii zeytun yağı. Kərə yağı, bitki yağlarından xilas olun və bunun əvəzinə xam zeytun yağı istifadə edin. Sağlamlığa böyük faydası var. İtaliyanın zeytun yağını tövsiyə edirəm, daha dadlıdır. Xam alma sirkəsi. Bu, bədəninizə qidaları daha effektiv şəkildə parçalamağa kömək edən canlı fermentləri ehtiva edir. Yeməkdən əvvəl bir çay qaşığı su ilə içə bilərsiniz. Qızıl balıq. Çoxlu hazır qida yemək əvəzinə bu kimi qaynadılmış balıq yeməyindən həzz alın. Onların tərkibində sağlam xolesterolu və buna görə də sağlam ürəyi artıran sağlıqlı omega-3 yağ turşuları var. Sarı kök. Bu super kök ədviyyatı sağlamlığınızı gücləndirmək və damarlardan lövhə çıxarmaq üçün son dərəcə soğan. Çiğ soğan yemək bədəninizi çox lazım olan kükürdlə təmin edəcək ki, bu da damarları təmizləməyə kömək edə bilər. Zəncəfil. Yenə başqa bir ədviyyat. Digər faydalar arasında ürək xəstəliyi ilə mübarizə aparmağa kömək etməsi ilə məşhurdur. Kətan toxumları. Bu toxumlar tualetdən daha tez-tez istifadə etməyə və xolesterolu çıxarmağa kömək edəcək çoxlu lif ehtiva edir. Avokado yağı. Bu, damarların daha çox zədələnməsinin qarşısını almağa kömək edir. Həmçinin diabet və piyələnmənin qarşısını almağa kömək edə bilər. Nanə və cəfəri. Bütün bədənin sağlamlığını artırmaq üçün sevimli göyərtilərimizdən ikisi. Zərərli şəkərli içkilərin əvəzi olaraq bunları digər meyvə və tərəvəzlərlə qarışdıra bilərsiniz. Brokoli. Bu ləzzətli yaşıl tərəvəzdə çoxlu K vitamini var ki, bu da damarlarınızı kalsiyumun zədələnməsindən qoruyur. Spanaq. Bu demək olar ki, hər hansı bir yeməyin yanında verilə bilər və içində olan sağlıqlı nitratlarla damarlarınızın tıxanıqlığına müqavimət göstərəcəkdir. Badam. Hər gün bir ovuc qabığı soyulmuş badam yemək də xolesterin səviyyəsini effektiv şəkildə aşağı salır. Digər videolarımızda da bədəninizə xolesterolu azaltmağa kömək edəcək bir çox sağlıqlı qidalar var. Sağlam həyat tərzi ürəyinizi qorumaq üçün vacibdir. Bu qidalar da çox ruhlandırıcıdır və sizi gözəl hiss etdirəcək.
Xolesterolu tez bir zamanda azaltmağı planlaşdırırsınızsa, çoxlu şəkərli qidalar yemək və içkilər içməkdən uzaq durmağa çalışmaq vacibdir. Mümkün qədər spirtdən uzaq durmağa çalışmalısınız. Çünki bu bədəndə iltihaba səbəb olur və bu da damarlarınızın daha da çox tıxanmasına gətirib çıxarır. Qəhvə və çayda olan kafein də xolesterolunuzu yüksəldəcək, buna görə də gün ərzində daha az içməyə çalışın və bunları təzə hazırlanmış şirələrlə əvəz edin. Bitki yağından nəyin bahasına olursa olsun uzaq durmaq lazımdır. Sadəcə olaraq süzmə zeytun yağı, avokado yağı və ya kokos yağı istifadə edin. Gündəlik olaraq yüngül məşq də tövsiyə olunur. Bu sadəcə 10 dəqiqəlik piyada yeriməyi nəzərdə tutsa belə, bu sağlamlığınız üçün hər şeyi dəyişəcək. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamının gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Digər videolara baxmaq üçün kanalımıza keçid edə və yaxud buradakı hər hansı iki videodan birini seçərək izləyə bilərsiniz.